Bu tullanı biləməz. Hətta yox ya. Riski tullanır, dağılır. Hətta potensialı var amma bilmirəm. Bu dəli idi mən. Bu idi dəli olan, yoxsa hansı biri manyak idi? Sakitdir. Hə, bu ölüdür. Hər kəs. Sağ ol. Sağ ol. Hər kəsə salam. Yeni videoma xoş gəlmisiniz. Yəqin ki, Kayseri vlogundan sonra bu videoyu paylaşacağam. Həm sushi mukbang eləyirik, yəni sushi yeyərkən biraz da konuşacağıq bir şeylərdən. Bir neçə dənə videoyu save eləmişəm. O barədə Hüseyn də hətta bu videolardan birini bəyənibdi və çox qıcıq oldum. Görə açıqlamasını alacaq. Nəysə, işte xəbərim yoxdur. Mən də bəyənmişəm. İşte bəzi save elədiyim videoları müzakirə edəcəyik, bir neçə öz aramızda olan fikirləri danışacağıq və həmin arada da sushilərdən yeyəcəyik. Təqribən neçə dənə 70-li bir də 60-da sushi var. Toplam 130 dənə sushi. Mən 4 dənə pulsuz yemək olacaq ona görə gəlmişəm, yəni belə. Mənə başımaz burada. Xəbərim yoxdur. Boynuma qoyurlar. 4 dənə 3 dənə mochimiz, 4 dənə takomuz və toplamda da 130 ədəd sushimiz var. Və burada da gördüyünüz kimi Minerallı su var. Burada da gördüyünüz kimi. yəni doyunca yeyəcəyik, partlayana qədər yeyəcəyik və söhbətləri müzakirə edəcəyik arada. İlk olaraq hələ ki bir başlayaq, yemək qızışaq, ondan sonra yemək aralarında danışarıq. İlk olaraq takonun dadına baxacağıq bəli. Göstər takonu, kameraya göstər. Bəli, buyurun. Belə bir takodur. Bu yəni mən ilk dəfə deyəcəm burdan yəni. Bu da başqa bir növüdür. Bax dadına gör, zəhərlənməsə mən də baxaram. Mən vecmədir, zəhərlənsən də deyəm. Sən necə sən adın sanasa yenə içsən. Dostlar, Xəzər dənizindən tutulmuş yosunlar. Üstünə yosun var. Yosunu o qədər bəyənmir ki, biz də düşündük ki, Xəzər dənizindən çıxıb 100%. Necədir? Qəşəng deyil. Görürük. Yoxa deyəcəkdim. Göyərçi çoxdur deyə heç dadı qalmayıb. Bəlkə soyaya baxırsan. Çox yağlıdır. Onu deyəcəyim. Norinin çox yağda qızardıq var ona görə. Noridə Norilik bir şey qalmayıb. Elədir, elədir. Balıq pis deyil. Əlimə başıma baxmayın, incəyə büyüyəcəm. Əlinə başına baxın, su yoxdur. Bu video sushi restoranına rəy olacaq. Ona görə də. Takeshi batdınız ya. Sizdən yanıqlıyam. Bu arada bu video reklam deyil. Şumadım deyir video reklamdır. Bayaqdan sushi pisliyi nəyi reklamdır? Burada nə anti-reklam deyə bu? İşte anti-reklam da zəvi reklam olduğu üçün. Bəli. Dəqiq video başlayıb da yəni. Mən əlimi imağa gedim, həm də baxım ona. Toplamda 130 ədəd sushi, 3 ədəd mochi, 4 ədəd takoya biz 104 manat pul ödədik. Amma ABB-nin azal miles məndə bilirsiniz ki, Kartdan söhbət getməsə o video deyil də yəni. məndə premium kartı var. Dostlar, bu da reklamdır yəni. Reklam sushi deyil. Reklam deyil. Reklam deyil. Şübhəli. Sadəcə gerçəkləri deyirəm də, öz təcrübəmi bölüşürəm. Həyatdır da zor. Worldwide kartı sayəsində 104 manatlıq ödənişə sadəcə 83 manat ödəniş eləmiş olacağıq. Çünki Mastercard'ın Worldwide kartlarında 20% cashback mövcuddur. Maksimum 50 manat olacaq şəkildə. Yəni 100 manat üzərinə xərclədiniz. 20 manat cashback var. Yəni 23 manat qabaqda. Yəni bir sözlə siz də cashback qazanmaq istəyirsinizsə, ABB-nin bu premium kartlarından əldə edə bilərsiniz. Black Edition-da 5%-dir, Worldwide kartda isə 20%-dir. Həm duty free-də, həm də restoranlarda. Kim bıraxır? Beləliklə bu videoya dislike atıb unfollow eləməyi unutmayın. 23 nəfər follower getdi. 29-dur, amma nəysə. Sən yedin, nə yedin? Bir dənə bundan. Mən də baxım onlarına. Yəni isti rollar olub sərin. İlıq olan. Limuç ismimiz düzəldi. Sizə də yeyirsən, mən sizə sörtül yeməyi tərcih edirəm. Sonra 2 cür sushi yedim bu dəqiqə. İkini də bəyəndim. Yaxşıdır. Takeshi düzəlib həqiqətən də. Krevetkaları çox qurudu niyəsə. Krevetkaları qurudu. Yağlarından asılı yəqin ki. Dəhşət qurudu. Yəni krevetkada krevetkalıq qalmayıb ki, çöp yeyirsən. O çox qəribədir. Məsələn, o krevetka yediyi o dəfə düyünlə, sən yedin də. Oradakı krevetka ilə bunun arasında o qədər fərq. Pendir. Bu atmosferə girir. Allah, bildiyim bloger atmosferindən də yəni.
Mən də bu Hüseynin quru dediyi krabın dadına baxacağam indi görək bu necə çıxır. Krevetka, ay. Alt təbəqə. Krab özdə. Fərqi nədir? Krabdır, krevetkadır. Yaxşı, suda üzənlərdən. İkisini də yeyirəm yəni. Doesn't matter. Dünən asminok yedik, dadına baxmaq kəsmin. Baxmaz da. Onu storyaya qoymuşdum deyə, o qədər adam şeylər. Düzdür mü? Hamı yazır, niyə yemirsən onu? Ay aman, belə yazılır. Və deyirəm, nə olub, nə var ki? Niyə yemirsən? Yemədim ki. Yox, hayır, niyə yeməyəm ki? Nə baxım? İnsanlara, Azərbaycandakı insanlara yəqin çox prosta qəribə gəlir. İnsanlar... Azərbaycançı xalq hələ. Sən necə? İnsanında deyil. 5 il bundan qabaq sushi yemək kulturu yox idi. Ya qardaş, sushi yenə çiğ balıq yenə pis baxırdılar. Somonu çiğ yeyirəm deyə mənə anormal baxırdılar. Azərbaycan xalqı hər şey yargılamağa çox tam hazırdır. Mən TikTok çəkirdim deyə qohumların müzakirə lağ mövqeyi olmuşdum deyim, nəyin deyim. Amma bugün 99%'nin TikTok hesabı var və bəziləri hətta səy TikTok videolarda çəkir yəni. Ona görə də Azərbaycanda gələn eleştiriləri çox da yəni kafaya takmayın. Zaten bir gün gələcək onu özləri eləyəcək yəni. Qısaca, indi gedən təkmilləşmə sürəti ilə indi anormal sayılan şeylər birazdan normal sayılacaq. Ona görə maksimum 5 il içərisində. 5 il sonra hamı video nə eləyirsiniz, eləyin 5 il sonra normal olasınız. İndi qədəri vardı əlbəttə ki də, o qədər də yoxdur. Bunu çıxar studiodan, bunun burada nə iş var? Pat orijinal balıq yumurtalı. Səninki nədir? Küncütlü. Küncütlü. Sən məhv elədin onu. Zarafat bir qırağa, babat heyt yığacaq bu videodan. Ay kim nə istəyir düşünsün, heç umurumda deyil. Mən valla sənin kanalında yorumlara baxmıram onsuz. Çox yorum gəlmiş ki, mənim də əsas yorum gələn videom şeydir. Mail'la video necə alınardı. Bir də ABB Miles'ın incələməsi. Bu videon partdasa neyinirsən? Mən niyə nəsə hansı şərt qarşında mənim videom partdası partlayır səni o partlayır. Mən birdən-birə populyar olur. Bütün hər yerdə Instagramda da biz çıxırıq da belə kəsintilər olaraq. Onda belə siz də məşhurlaşırsınız. Siz nə edirsiniz? İşte mən imicimi dəyişəcəm. Evdən çölə çıxmayacam, gizlənməyəcəm. Məncə sən bu deyilənə sonra çıxma sonra. Mən onsuz da evdən çox az çıxıram deyə mənə şey dedik o. Özümüz də Azərbaycan xalqının bir hissəsiyik də belə baxanda. Yəni Azərbaycan dövlətini sevirəm, Azərbaycan xalqını sevirəm. Bu videoda deyilən heç bir şeylə razı deyiləm, bu video montajdır. Yapar zəkatam. Bəli. Prezidentimi sevirəm. Onu qatma söhbətə. hər ehtimala qurban olum. Yox, siyasətə heç qatmayın söhbətə. Ay amma. Düz olsa hər söhbətin axı siyasətə gəlib çıxır. Amma yəni Yox, siyasətdən kənar. Sirab gətirsən, mənə gətirsən o. Bu bir reklam deyil. Sirab deyil, sirab yoxdur. Yaşıl butulka at onunla. Yaşıl. Sayrab da onun adı, Sayrab. Sayrab ezdə. Ərəb adını Sayrab. Süt tökülənlərdən deyil o süt tökülən. Bu şokolad dadı gəlir bundan. Nəzələnmə. Şokoladdır bu. Bu şokolad. O nə də? Boş verir. Jasmin tüstüsü. Video ilə əlaqəsi. Ay aman. Mən dedim tullanacaq. Bu nə idi? Sən! Ver. Bu yerə. Soslu bəyənir krevetkan. Nəfər bu. Yeyəcək. Özgə malı candarmayı getsin. Nerede beleş oraya yerleş. Gidə. Gid ağa. O da bəyənmir görsən. Mən deyirəm də krevetka. Ay o krevetka qurudur düz yersən. Yəni belə danışsaq da onsuz da kənar bir insan Azərbaycan haqqında nəsə deyən kimi cumuruq ki. Ağzını cıraram. Yəni sən kimsən ki bizim ölkəmiz, millətimiz haqqında danışsan? Ki Azərbaycan haqqında danışa biləcək bir ölkənin nümayəndəsini hələ ki tanımıram. Heç bir ölkə mükəmməl deyil, heç bir ölkə tam şəkildə demokratik deyil. Yəni buna inanırsınızsa, siz hələ gelişməmisiniz mənə görə. Azərbaycanlı bir qaqaşdır. Polşada bir xarici vətəndaşa yanıt verir, sual verir ki, bəs harasın, deyir Azərbaycanlı. Və sonra deyir ki, bəs. Where you guys all from? We are all from Azerbaijan. And what's better, Azerbaijan or Poland? Depending on what. Ladies. In Azerbaijan, ladies are to marry. Here, you can do whatever. Like, Sən bir Azərbaycan vətəndaşı olaraq onun dediyi o cümləyə fikrin nədir? Nə mənada? Yəni
tərəfini saxlayırammı yoxsa yox? Yəni ümumiyyətlə düzgün bir fikirdirmi o sözü demək kamera qarşısında? Məncə ümumiyyətlə sən bir qızla görüşməyə başlayırsansa, sən o qızla görüşümü ciddiyə almalısan. Yəni birinlə gəzirəm, o birisindən evlənəcəm söhbəti olmamalıdır. Yox, yəni bax məsələn bir Azərbaycanlı olaraq sən ölkəyə gəlib bu cümləni desələr xoş gələrdi məsələn. Düşünmürəm xoş gələrdi. Mən misal üçün həmişə Azərbaycan qızlarının tərəfini saxlayacağam. Çünki Mən də saxlayacağam, amma gəlib də deyə bilməzsən ki, bu xanımlar evlilik üçündür, bununla istədiyi eləyə bilərsən. Bu nə qədər tərbiyəsiz bir cümlədir. Polşadakı oğlan həmin məsələdir. Yenə Sən də düz söhbətdir. nə oğlan dediyi, oğlan dediyi əlbəttə düz söhbət deyil. Vəbşi cinsindən asılı olmayaraq sən bir insanla görüşərsən, bir insanı sevərsən, bir insanla da evlənərsən də. Biri ilə görüşüb o birisi ilə nə bilim vaxt Yox, indi o Qaqaşın ağlında belədir ki, mən onu deyim də. Qaqaşın ağlında belədir ki, Qaqaş just özü üçün də, yəni sevgisi Takılır. falan yoxdur, hamı ilə takılır. Tamam takıl, yəni bizə nə? Amma sən qayıdıb üzr videosu çəkir. Üzr videosu da deyil ha. Sadəcə əzbərlədiyi mətni oxuyur. Mən dəqiq olaraq deyirəm ki, o əzbərlədiyi mətni oxuyur və əzbərlədiyi mətnə əsasən deyir ki, mən orada polyak qızlarını təhqir eləmirəm, nə bilim orada heç bir şey demirəm. Yəni ümumiyyətlə bilirsən necə? Demir ha, üzr istəyirəm. Mən başımdan böyük qələt elədim. Bu cümləni istifadə elədim. Çünki deyir yox, mən orada Azərbaycanı yox, mən özümü təmsil edirəm. Dostum, özünü təmsil eləmək istəyirsən, səndən bir millət soruşanda ona sən cavab verməməlisən. Sənin ona cavab verməyin belə bir politik bir hərəkətdir. Bir artıq təmsiliyyət deməkdir. Sən artıq bir nümayəndəsən, bir ölkənin nümayəndəsi olaraq o suala cavab vermiş olursan və o şəkildə o suala cavab verməyin qəbul olunmaz bir şeydir və tərbiyəsizlikdir. Üzr istəmədin, o da sənin ayrı bir tərbiyəsizliyin olsun. Özünə haqq qazandırdın yəni. Nəysə. Başqa bir konuya keçək. Sənə atmışam, oradan ver telefonu, açaq videolara baxaq, oradan tepki verək. Orada sənin ayıb bir dənə video var, deyən sənindir. Mən o Başlayacağam. Mən niyə? Onsuz da mən hər an fürsət tapan kimi bir söz soxursunuz, bir şey verirsiniz. Yazıq mənə. Sol səs. Bunu bəyənmisən sən. Bax bunu. Və sənin dostların da bəyənib bunu. Düzdür də. Feministin bitdiyi yerdir. Niyə? Ona görə ki, həmin anda məsələn feminizmlə nə qalır? Qız nəsə eləyə bilərdi o heyvana qarşı, iş nə eləyə bilməyəcəkdi. Niyə ki onu eləyən bir qız tapılar da? Həmin qız eləyə bilərdi. Bu o deməkdir ki, o qız kişinin kələsi olmalıdır. Mən demirəm şöbəsi olsun. Feminizm pozğunluğa təbliğ eləmir ki, feminizm Feminizm onsuz da köləliyi şeylənmir ki, köləliyə qarşı deyil ki feminizm. Feminizm ədalətə qarşıdır, qarşılığa. Baxın. Bərabərliyə görədir. Feminizm istəyir Qız ki, çəkildi, oğlan əlinləkin tutdu belə, hamı da deyir feminizm bitdiyi. oğlan qorudu da qızı, neynədi bəyəm? Qızı qorumaq üçün elədi onu. Demək, ən əsas odur ki, Biraz xodvardır. feminizmin buna dəxli yoxdur. Mən də onu deyirəm. Tamamilə. Feminizm qadın hüquqlarından kişi hüquqlarının bərabərliyidir. Hal-hazırda göstərilən video yəqin ki, kişinin hüquqlarını daha yuxarı göstərir, nəinki qadın hüquqlarını və feminizm belə qadınları kişidən üst qoymağa çalışmır. Hə, müasir feminizm deyilən bir şey var. Ola bilər yeni qadınlar onu eləsin. Hə, müasir feminizm deyilən bir şey var. Hardakı qadınlar özlərini kişilərdən daha üstün O qoymağa feminizm çalışır. deyil o. Hə, o feminizm deyil. O bilmirəm Azərbaycanda necə olacaq. Mujinyenavistniçeство. Yəni kişilərə Kişilər olan nifrət. nifrət. Düşmənçilikdir. Bu videonun heç bir feminizmə məncə dəxli yoxdur. Sadəcə qadınlar mənzə Elə bir ki, biraz daha qadınları aşağılamaq üçün Mən seçilmiş feminizmə başlıqdır. görə bəyənməmişdim onu. Mən prosta oğlana görə bəyənmişdim ki, şey deyir belə dayanıb. Görsən mən sey verəmişəm amma mənim gözümə qapı Mən snayperəm orada mən. kommentləri oxudum. Orada yazmışdı ki, məsələn biri şeydi, ulu babalarının ruhu gəldi bunun bədəninizə. Onlara mən like atmışdım. Onu mən də Ona razıyam. görə like atmışdım. Tamam, amma yəni Yadıma o düşdü. başlığa görə mən bəyənmədim. Yəni ki, o düzgün bir şey deyil. Bir yox, nə bilirsən necə? Nəyə əsəbləşirəm? Bu gün Azərbaycanda bir xanım getsin 40-50 minlik maşın alsın. Arxasına nə deyiləcək dostum? Qəşəng sözlər deyəcək. Arxasından bilinir nə Nalayiq deyiləcək. Bu da əslində ölkədə yenə feminizmin olmadığının göstərgəsidir. Yəni niyə də yəni adam alıbsa da niyə yəni bizə nə? Biz niyə bu haqqda fikir bildirməyi hiss edirik, yəni Mən istəyirik? düşünürəm ki, o sözü ancaq özünə belə maşın ala bilməyəcək, özünü o səviyyədə göstərə bilməyəcək, təhsilsiz, pul qazanmaq qabiliyyətsiz insan deyə bilər. Hə, heç bir bacarığı olmayan, sıfır. Heç bir bacarıq olmur. Amma bu gün bacarığı olanlar da onu deyir. Məsələn, görmürsən, bir şey ki, gedib Avropaya qədər çıxa bilibdir. Bu gün Azərbaycanda hər kəs
gedib çıxa bilmir ki, hər kəs belə olsun, yəni heç gediş-dönüş biletini ala biləcək qədər onu qarşılaya bilmir. Başda hamı Avropaya çıxır məncə indi. Aysa bizim ətrafımız gedibdi deyə o demək deyil, hamı gedibdi. Sən dünyada xəbərin yox. Biz orta səviyyə ətrafımız var deyə elə bilmə hamı. Nə, yox, ya sən səhv söhbət elə deyil. Yaxşı, belə Amma yəni soruşum da, sizin fikrinizcə orta səviyyəli insan Polşada elə söz deyərdi? ondan söhbət gedir də. Orta səviyyə nə cəhətdən? Pul cəhətdən ola bilər. Hə, onu deyirəm. Amma Bu adam mənəvi cəhətdən sıfırdır o. Bu adam maddi olaraq gəlib ora kimi çıxa bilibdi, amma bu adam hələ də yetişməyib. Yəni ona görə pulu olub da adam olmayanlar da var deyə bilərik məncə. Pullu çuşqalar. Baked yemədim mən, dur baked sushi yeyəcəm. O xading suşdur. Ay sən də ki Ekmek deyil. baked sushi. Balıq pis balıq. Ciddisən, mən yedim qəşəngdir. Tamam, o İminlə o balıq demirəm, başqaları pisdir, imin o pisdir. mən yedim onu, amma Ay, burada çox qəribə atmosfer oldu. Bu tüstüsü mənə bir təhər elədi. Mən ekstazdayam mən. Qardaş, uşaqlar, bu arada bu lavanda dedim, uşaqları da aldatdım. Sizə də doğrunu demək istəyirəm. Ona görə. nəsə nədir bilmirəm, yaxşı-yaxşamı. Hə, heç yaxşı şey deyil usta. Qalisinasiya görməyə başlayacağıq birazdan. At, bir dənə video at. Amma gecə doymuşuq, doyma həddindəyik. Kişi bir dəfə söz deyər, qurtardı. Səhvdə kişinin səhvi də düzdür, kişi də olur. Mənim fikrimcə, yəni mənim yoldaşımın səhvi, xanım üçün mənim yoldaşımın səhvi mənim üçün dübbələm düzdür. Mülk. Bu biraz iki tərəfli şey deyə. Məncə bunun haqlı yanı yoxdur. Haqlı yanı nə cəhətdən var? Məsələn, bu bəlkə də onunla bunu demək, onu demək istəyir ki, yəni həyat yoldaşım pis vəziyyətində, yaxşı halında da, pis halında da Belə deyim. arxasında olur. Keçən dəfə deyir ayağını yuyub corabını geyindirəm. Bunun əli ayağı yoxdur, öz ayağının əlini yuya bilmir, mən başa düşmürəm. Səhvdir. Əgər köhnə ailə tərəfindən baxırsa, ailə necə deyim, Köhnə tərəfdə hierarxiyası tərəfində, onda yenə də kişi səhv ola bilər. Kişinin səhvi səhvdir. Amma o baxımdan qadın kişinin tərəfini saxlamalıdır və kömək eləməlidir kişiyə. Kişiyə bir dayaq olmalıdır, amma yenə də heç səhləm gəl belə hiyerarşidən. narahat olmayın, sabah sağ çıxmayacaq. Mən belə bir şey deyim ki, Azərbaycanda insanlar, daha doğrusu cinsiyyəti kişi olanlar düşünür ki, hər zaman onlar haqlıdır, qadınlar haqsızdır. Bir şey ki, bir maşın sürən xanım görən kimi başlayırlar ki, maşın sürənmir, belədir, elədir. Tamam, sürənməyə bilər, amma bunun səbəbi nə ola bilər? Xanımın ilk dəfə 18-19 yaşında maşın görməyə ola bilərmi? Bu nədən gəlir? Qadın-kişi arasındakı ayrı seçkilikdən gəlir. Məsələn, 99% ailələrdə xanımlara maşın sürməyə uşaqlığına öyrətməzlər. Heç maşın göstərməzlər. Amma uşaqlar uşaqlığından elə atasının qucaqdan olmadan maşın sürür, elə deyil. Mən sürməmişəm. Sən sürməmsən də, sənin bəlkə dədənin maşını olmayıb, biz neynəyik? Söhbət ondan getmir. 90%. Elə deyil, sən dədənin maşını sürdürməyib sənə. Yox. Mənimki sürdürüb. Aqil əmim sürdürüb, babam sürdürüb. Dedim də o. Yəni, Və danışa-danışa bu xanımın özü qadınlardan nifrət eləyir məncə. Mən o qadının haqlı olduğunu düşünmürəm. Məncə o xanımın özü, məncə məncə sadəcə 80% haqlı deyil, prosta o 20%-i mən şeyə görə deyirəm. Yəni Zaten bir xanımla birlikdəsən, siz zaten bir-birinizə dəstək olmalısınız. hə də mən də onu deyirəm. O, Yəni, o o haqlı. cəhətdən deyir orada məncə. Yəni düz ifadə eləyə bilmir özünü amma. O ayrı məsələ. Məncə düzgün dediyi düzgün niyə? deyil. Çünki qadındır. Aparın bunu. That was just joke. Biz bunu real olaraq demədik. Şübhəli. Heç vaxt demərik kameranın qarşısında. Dur, at. Başqa videoya baxaq. Kamera arxası evə şeylər baş verir ki, burada. Siz bilsəz biz bu sushi setini almaq üçün nə hoqqalardan. Ya danışdıq da zaten 20% cashback üçün getdik restoranın özündən aldıq. Bitdi yəni. Yox, Bizdə də olur. mən Şəxsən kinolarda məndə belə olur. hər saçma ayrı Mən kino, videoda fərqi yoxdur. Bir də görsən elə şeyə gülürəm ki, de buna məsələn dünən atmışdım onu açqı ilə zət. Ona mən durdum. Mənə atmışdınız. Sənə də atmışdım. Qrup atdı, açqı ilə şəklimi. Sən də reaksiya ver. Hə, mən görmədim. Pisdir. Durduq yerdə nə qədər güldüm mən ona. Mən özümü itirmişdim. Hə, amma gülməlidir. Sənin hələ o açqılı şeyin var. Yox, bir sən nəyə gülməli idi? Mən videoya baxıram.
İbrahim çəkib Ərşiyev, nə bilim uşaqlar zat, oradan Şəlal Məmməd gəlir, arxadan sən çıxırsan belə. Terminator. Sən də çıxırdın da o anda. Sən orada Mən deyildin. çıxırdım. Prosta mən belə prikitdə deyiləm axı. Mən sadə saçım uzundur bir dənə, başqa işlə. 2 dənə sep, ağ futbolka, bejli şalvar. Qoyacam o şəklini hayatım. Mən o şəklin oxşarını bilirəm, onu Karişeva taparam. açki, Gözdə, onu saç taparam. quyruqda və ayaqda da göy tapıçqa. Qoyacam. Tapskanın üstündə də Abibas yazılır. O şəkli qoyacaq, mən buna qoyacam videodan kənarda, ona görə də. Qoy ha qoy deyə. Bunun əlindən onun möhtəşəm cashback kartını alıb Xərclədim. Bilirsən də mənə kart bəstahının verilməsi pulsuzdur. Kart bəstahı dərkən, kartımı sən oğurlasan ya da itdisə, zəng edirəm ABB-yə, yeni kartımı ödənişsiz şəkildə ala bilirəm. Digər kartlardan fərqli olaraq 20 manat, 10 manat heç bir ödəniş olunmur. Götür. Çox sağ ol, təşəkkür edirəm. Ya alım pisdir. Dəhşət idi yəni bu arada, boşaltdıq demək, biraz beykt qalıbdı. Çalam qalıb, çalam qalıb. Yox, hala bizim qutararıq. 20-30 dənə var. Qutararıq. O tərəfə baxıram, orada küncdə dayanıblar. Salam verirlər orada. 20-30 dənə. Hə, 20-30 Çox qalıb. dənə var. 40 dənə qalıb. orada dayanacaq. Mən 24 baxı- Ayda şey üstlərini tulladıq. Deyəcəkdim örtüb eləyərik sonra. Hamısını birinə yığıb örtərik. Hə, örtərsən qalsın sonra. Amma bunu yeyərsən. örtənməyəcək bu arada biləsiniz, pişik çıxmır. Digərini Deyə örtək. onu örtər. Bunu örtərik. Aç digər videolara baxaq. Başqa. Belə deyərdim. Sizcə rüşvət tam yığışdırılır qurumla? Rüşvət vardı bir. Var idi. Birincisi rüşvət yox, şirinlik. Kiçik bir kontekstdə dəyişiklik Ən edirik. əsas. Şirinliyin də rüşvət olmadığı üçün legaldır məncə. Heç bir problem yoxdur. Yenə də deyirəm, bu videoda Yox, deyilən indi hər bir bir şey- sözlə, heç bir sözlə razı deyiləm. Yalan deyir, yalan deyir. Ölkəmi, dövlətimi, dövlət qurumlarımı və prezidentimi sevirəm. Davam edə bilərik. Hər Ayaq ehtimalla dedim. kameraya da qurban ol bir dənə şey. Sən də bu dediyimi qoyma ha videoya, mənə öldürərlər. Hə, video qalmadı, kəsə-kəsə gedəcək uşaq. Bu da Kəssin nə Allah, kəssin ancaq başda salam sağ ol. Salam, sağ olun, gidiyor hər şey qurtardı. boş stol burası. Boş stol, effekt zadı vurur. Bu arada bizim ölkəmizin ümumiyyətlə problemi budur məncə. Korrupsiya. Korrupsiyaya çox öyrəşibdi insanlar. Bu təkcə Azərbaycanda deyil, bütün postsovet ölkələrindədir. Ha, postsovet ölkələrinin çoxu Postsovet belədir. ölkələrinin çoxunda bu problem var. Get Korrupsiya. Qazaqstana eyni şey var yəni. Get Qazaxıstanda Türkmənistanda da çox da eşitmişəm. İnastran agentdir var görsən. Nə yox. Nəsə Şirinlik deyirsən? olsa da bunun adı korrupsiyadır yəni. Nə dil- şirin? Dövlət Hə, dilində sən desən. özündə o şirinlikdən götürsən axı ona görə. Şok açıqlama. Çox özdə Çıxalan pul nə? Dostlar, məncə rüşvət legal olmalıdır. Məncə. Bizə legal kimi bir şeydir zaten. Sanki rüşvət alana bir şey deyirlər. Adicə polis saxlayır, polisə 100 manat cərimə yerinə 30 manat verirsən ki, keçəsən. Yəni onu çəkirsən, məsələn Patrol Az kimi bir sayt var da, bizdə Instagramda bir səhifə var. Patrol Azda bu paylaşılanda hamı başlayır yazmağa, nə şıkı? Hə, şey, mülki nə idi? Mülki Hə, inspektordan, mülki inspektor var yox sağ söyüşləri, əxlaqsız söyüşlər, şıkı-mıkı, nə bilim belə gic-gic ifadələr istifadə edirlər ki, əslində başa düşmürlər ki, bu gün o şəkildə o rüşvətin alınmasını qarşısını almaq, sabah sənin və sənin övladının, sənin gələcəyinin qarşısını almaq deməkdir. Bu insanlar hələ bunu anlamayıbdı. Bu çox Bəli. biabırçıdır. Mən o kommentdə hələ haqq görən çox nadir 2% Korrupsiya insan görmüşəm. yığışdırılsın. 30 manat şirinlik əvəzinə 100 manat cərimə ödəsin hamı. Mən okeyəm. Zaten qayda Dövlət pozuntusu. büdcəsinə. Bəli, qayda pozuntusu eləmisiniz, dövlət büdcəsinə ödəməlisən. Kimsə qarnına yox. Yenə o bayaqçı xanımın bir videosu. Yox, kişinin qulluğunda durmaq lazımdır. Belə ayağında ölmək də lazımdır. Belə corabını geyindirmək də lazımdır. Ayağını yumək də lazımdır. Bu düzgün deyil. Məncə bu sözləri belə romantik fon mahnısı ilə deməyin. İncil yeri yoxdur. Nə var, sənlə qoyardı. Ümumiyyətlə Sən qoyulacaq. yanlışsın. Mən bunun arxasına qoyulacaq tək şey qorxu mahnılardır. Yəni çox qorxunc fikirlərdir mənə Yəni görə. düzgün fikir deyil, mən də bundan razıyam. Çünki heç kim qulluqçusu deyil. Heç kim heç kimin Yəni. köləsi deyil. Hamı azad insandır, yəni. Yəni Azərbaycanda mən nə qədər adam tanıyıram, düşünür ki, qadın bunun köləsi olmaz. Dostlar, siz O, davam o, edirsiniz. o stereotiplərdir. Sən bir dənə deyəm, mən bu videoda göstərim, bunu danışam.
TikToker Adəm, tamam, Adəm. O dədəsi ilə video çəkən alt təbəqə, yəqin ki, hamı tanıyır bunu. Adəm. Təəssüfçü. Bir Deyə bu qədər. Yaxşı ki, tanımamısan. Bax indi buna. Atasından qabağa düşüb yəni. TikToker Adəm, işte nə əlini kimsə açılışa gedibdi. Uşağı bu qədər adam görməyə gəlib, gördüyünüz kimi. Camaat gəlir, qoca kişi də, cavan da var yəni. Görürsünüz. Bunların hələ bəzi videoları var, bax bir dəqiqə. Buna bax. Ata-bala bunların videolarına bax. Dədəmə kəllə qoyardı. Bu nədir yəni? Bu uşağı yəni necə, hansı şəkildə tərbiyə vermisiniz ki, bu şəkildə Heç davranar? bir şəkildə tərbiyə verməyiblər sadəcə. Yəni bunun nə Ya da bir veriblər, ya da elə tərbiyə verib. Bir də yəni buna gülənlər var, yəni mənə çatmır. Əyləncəli olsa belə bu gülnəsi bir şey deyil. Bu ağlanası bir situasiyadır. Yəni bir uşaq və valideyn arasında bu şəkildə münasibət olmağı biabırçılıqdır. Yerləcək bir şeyim yoxdur buna qarşı, çünki çox qarışıqdır vəziyyət mənə görə. Yəni sən uşağınla bu şəkildə şey olarsan. Uşağımla mən elə olmaram əlbəttə ki, yəni ilk ora mən uşağıma telefon vermərəm. Müəyyən yaşacam. Haqlı. Mütləq Amma şəkildə. texnologiyadan uzaq qaldıqda da uşaqlar biraz Texnologiyadan uzaq görgüsüz olur. saxlamaram. Nəinki yox. Məsələ orada. Məsələn, mən bunu deyim. Məsələ onda deyil. 12 yaşında telefon almış birisi ilə 18 yaşında telefon almış birisi yaxşı da olsa da aralarında çox dünya görüş fərqi olur, dəhşət. O 18 yaşında uşaq elə işlədə bilər ki, o telefonu 12 yaşlıdan da daha şey olar, yaxşı olar. Məsələ onda deyil. Məsələ telefonu işlətməkdə. Məsələ daha doğrusu telefon olmamağında deyil. Məsələ həmin o texnologiyanı necə işlətməkdədir. Məqsəd Yəni sən bir uşağa 1 il telefonu verə bilərsən. O uşaq o telefondan elə şey eləyər ki, məsəl üçün deyirəm, nə öyrənər internetdən, onu öz inkişafına xərcləyər. Deyib ki, telefonun vaxtını. Telefonu özünü inkişaf etdirmək üçün işlədər. Amma başqa bir uşağa verərsən, o telefonu ancaq nə bilim nəyisə baxmaq üçün, əylənmək üçün xərcləyər. Nail var, Nail qəribə Kəməllidir. Üzrü saysın adını, soyadını, adı yadına, soyadı yox. Videoları çəkir, narkoman uşaqlar aparır şeyə. Oradakılar nə biabırçılıq. Onlar da bizim yaşlarımızda belə baxanda ortamlardan, yəni bura gəlib çıxıblar. Ortam bu onu yoldan çıxarır, o bunu yoldan çıxarır. Biabırçılıqdır. Ona görə təkcə texnologiyadan yox, ümumiyyətlə uşaq hər yerdən hər şey başına gələ bilər. Yəni ona görə məncə texnologiyadan əvvəl məktəbdən qorxmaq lazımdır. Çünki məktəbdə tərbiyəsiz uşaq həddindən artıq çoxdur ya. Dəhşət çoxdur. Məktəbdən əvvəl ilk olaraq uşaq evdə olur da. İndi 6-7 yaşında. Ev Evdə olur, ondan sonra məktəbə göndərilir. Məncə uşaqların ünsiyyət qurğuna baxmaq lazımdır. Hətta onu deyirəm. O da məktəbdən gəlir əsasən. Onsuz sən valideynsənsə uşağın kimlərlə dost olub olmadığını bilməlisən. Yox, bilirsən. Valideynlər var ki, uşaqlarının ünsiyyət qrupu misal üçün dəhşət pis uşaqlar olduğuna baxmayaraq tərbiyəsiz, tin uşaqları səviyyəsiz, pis, nə bilim. Bu barədə heç nə eləmir. O valideynin məsuliyyətsizliyidir. O valideyn sayılmır. O valideynliyə hazır bir insan deyil. Maraqlı bir mövzudur. Valideyn olmaq. Mən deyəndə ki, uşaq dünyaya gətirməyə qarşıyam. Hamı mənə anormal kimi baxır. Mən deyirəm ki, neçə yaşıma gəlim, bir uşağın məsuliyyətini daşıyacaq qədər özümü inkişaf etmiş saymayacağımı düşünürəm. Amma hər kəsin bir 70% insan mənə qarşıdır. Yəni insanlar düşünmür ki, mən bu uşağı gətirirəm dünyaya. Bu mənim seçimimdir, amma o uşağın seçimi deyil. Sabah sən o uşağın başına gələcək hər şeydən sən sorumlusan. Sənin günahındır nə olsa. Səhv deyirəm. Bunu kəsərsən. 3 gün bundan qabaq deyirdi ki, mən hələ arvad dolandırım 800 manatla. Düz deyirəm də. Ancaq pula görə. İşte ondan söhbət gedir. Mən milyoner olmadığım sürəcə mən uşağı yaxşı şəkildə yaşada bilmirəm axı. Bir məsuliyyətim olmalıdır. Yaşadarsan orta həyat verər. Yox. Yaxşı şəkildə sən onunla nə etmək istəyirsən? Sən özün yaxşı şəkildə böyümürsən səncə? Bu bilirsən nə demək istəyir? Şəxsi məktəb açacaq, şəxsi müəllimlər. Yox, bax məsələn sənin dediyindən məsələn mən deyə bilərəm ki, hə, mənim ailəm əlindən gələn ən yaxşısını eləyib. Amma mən ən yaxşı şəkildə böyümüşəm. Yox, yəni təbii ki, eksikliklər olubdur, çətinliklər olub. Amma işte mən onu öz uşağıma yaşatmaq istəmirəm. Mən onun vəbalını boynuma götürmək istəmirəm məsələn. Bir şey də vardı. Çünki bu gün 21-ci əsrdəyik, yəni
2025-ci ildə yapay zəkalar dolub ortaya. Yəni mən burada uşağımı yaxşı yaşadamayım. Biabırçılıqdır bu yəni. Buradan Jack Chan'a və onun qızına salamlar ötürürəm. Kimə? Sənin qızı Jack var. Chan'a. Oğlu var, Bilmirsiniz? Nəyə, niyə? Qızı lezbiyan olduğuna görə bütün Sərvətdən mirasını vermir qızına. Qız deyildi, oğlu idi. Qızlı. Dəlidik. Nə dəxti var? Qızını evdən qovub, heç bir pul vermir. Deyir, Mən doymuram, siz doydunuz. Hə. deyir bir Var, adam var. maşınla o birisini vurur. Bu maşınla vurulan adam gəlir hakimə tərəf, hakimin köməkçisinə yaxınlaşır, 5000 dollar pul verir. Hakimin köməkçisi götürür. Sonra o birisi tərəf, maşının sürücüsü tərəf yaxınlaşır hakimin köməkçisinə. 7500 dollar pul verir. Hakimin köməkçisinə 7500 dollar pul verir. 7500 biri verir, 5000 biri verir. Hakimin köməkçisi də yaxınlaşır hakimə, deyir ki, bəs belə işlər də. Deyir, nə qədər verdilər? Deyir, biri 5000 verdi, o birisi 7500. Deyir, 7500 verəndə 2500 qaytar, deyir, qanunla baxacaq bu işə. Hərəsindən də 5000 götürüb qanunla baxır. Dördüncü Qonağımız var. qonağımız var, o da Takeshi Sushi'ni bəyənir. Bayaqdan krevetkalarımızı yiyir. Bu arada onun üzərindən nə qədər verərsiniz Takeshiyə? 7. Yəqin ki, yetdi. çox verəcəm bu arada. Sadəcə takoya görə belə yəqin ki. İşte 2 puana takodan çıxacam yəni. Tako çünki pərbaddır, yəni ona görə. Onun üzərindən mən 8 verəcəm yəni. Çünki hər şeyi bəyəndim. Bir dənə tako. Yəni balığı da pis. Krevetka vardı, qurudu, çox qurudu. Düşkün qurudu. Yəni balıq da pis. Ona bilmir, ağlımdan çıxıb. Onun üzərindən 7. 3 səfərdə puan onun üzərindən 7-dir. Yəni toplam total olaraq 30-dan 20 bizdən 7 puan alar Takeshi. geneli balanlar. Cənnəti var. 100%. Bir dənə şeydə Cənnəti dərman da hər şey. verilirsin. Nə? Mən İzabella'ya aldım 28 manata. Cənnələrini çıxartmaq lazım deyə. Yox, dərmandır. Atırsan, qanına qarışır, cənləri öldürür. Yaxşıdır ki. Mən İzabella'yı ondan aldım. Bir həftə yox, 2-3 gün əvvəl. Qəhərliydir. Bilməm, bu takon qəşəng eləsəylər. Məndə daha yeri yoxdur. Məndə belə də. Çox şey qalmayıb onsuz da bunları yıxarıq ora. Qalsın isə yer davamlı. Yəni. Qəşəngdir, bunu da qəşəng düzəldir. Mən bir də sushi yeməyim getdi gəlinlə. İstəmirəm. Heç Nə edirsən, bir ay sonra görəcəyik. Ay yo zarafatsız neçə ayda yemirdim ki onsuz da. Bu neçə aydan sonra ilk dəfə yediyimdir. Dayı o neçə ayın çayını mənə söz vermişsiniz ki, yeməyəcəyik, sənə gözləyir. Əlavə 4-5 ayda o tərəfdən. İl yarım il oldu da dur. Yarım ildən çox. Nədir? Bu arada dostlar, xəbəriniz olsun. Sizi bir kamera çəkir. 2 kamera da çəkir. 3 kamera çəkir. Niço siz oynamısınız? Su kameralı ki o? Suncanın sudur. O səhvdir. Ekdə də olur burada kamera. Ha, o qədər. Buradan tullanma nə var ki? Ha, hələt. Uşaqlar tullanırdı da. Deyirəm də tullanma. Gəl fəydə meyvə yeyir. Nə? Ha. Bu uşaqlar hansı tərbiyəni sahibidir ki, cəmaatın həyatını girə bilir? Sonra uşaqlardı da. Fərqi nə? Corabını yox, sürü cəhənnəmin Mən uşağı. bakın Kalüşa Provoka vuruldu oradan böyle. Elə bir Anatomy Meksika dostlar, sərhədi. uşaqları Elektrik çox şeylər, sevdiyim ha. üçün, Oydu, uşaqları çok. çox sevdiyim üçün zaborun üstünə şüşə döymüşəm. Mən uşaqları çox sevirəm, dırnaq arasında. Mən heç olmazsa görünən bir şey dedim ki, cəhənnəmdə ağılları yerində Əlində olan, hətta ağlı yerində olan tullanmazdı. O sən o şey şeytan çıxır. Kökündən vurdu. Ay ama. Demək olar sushinin hamısını bitirdik. Zaten de biraz xırda bir video göstərərəm sizə. Bir dəqiqə, videodan sağollaşmadan əvvəl bəlkə mochi yeyək. Mochi yeyək olar. Hə. 2 dənə şey var ha bu arada. Şokoladlı soslu var. Şokolad da imiş. var. Şokolad imiş. Bir də bu var. Sən də yəni. unagi sosu da deyirsən. Buna Mən ki deyirəm. oxşuyurdu da. Oxşuyur deyəm o şokoladmış. Hə, işte bu da mochi. Mən fərqlənim də, mən narıncı götürəcəm. Bu arada mən sırası deyim, mən mochi sevmirəm. Mən axırda Ona görə mochi də. bilsən harda yemişdim. Kənangillə bubble tea içməyə getmişdik və onda Ayda, sən də mən Kore'də bir də aldım, yedim. Bu kadar bərbad bir mochi həyatımda Bəli, yeməmişdim. gəlin toqquşduraq. Hətta videosu var, alınsa Gəlin tapsam bura. qoyaram. Bu ne lan? Bizim ülkede mochi daha iyi bu. güləşdim gözlü. Gəlin bura.
Bu nədir bu? İndi şokoladı falan batırmırsınız. Mən bunun dadına baxmaq istəyirəm, qırmızının. İşlərəm, mən də şokolada baxıram, misal üçün. Pis deyil. Qəşəngdir. Çox şirindir. Mən şirindən çox uzaq dururam axır vaxtda. 8 manata dəyməz. 3 dənədir də, nə istəyirsən? Hər yerdə belə qiymətlər. Ön yargılı yeməyə qədər bunu indi pisdir. Sizi bilmirəm, mən evə gəlir ki, sən bu video paylaşandan sonra mən harda sözümü görəcəm. Hardasa kəsinti olaraq. Sən Instagrama girəcəm bir də görəm. Azərbaycan gənci. Deyirəm nə güzel yıxılacaqmış. Qoz verdi, bu yerə getdi. Heç nə onda, niyə? Dövlət əleyhinə, qadınlar əleyhinə danışan Azərbaycan gənci. Gəncləri yaxalandı. Biz nə qədər linç yeyəcəyik, əgər video şey olsa, partlasa. Partlamasa onsuz da heç nə Ya gəlmir. dostum, zaten hər şey bir linç var yəni. Heç mən Qardaşım, hər şeyi silirsən videodan, salamlaşmaq, sağollaşmaq üzrə başqa Salam sushi, sağ olun sushi. Bəli. salam sushi yedi, sağlam sucuklardı. Videomuz bu qədər idi. Nə yaxşı çəkir. Yəni maraqlı bir şəkildə bir şeylər eləməyə çalışdıq. Sağ olasın da, bir dayan da. Hiç ollansan ha. Bu da dayanmırız deyir, öz dayanmır. Sonraki videolarda görüşənə bəyəndinizsə bəyənməyi unutmayın. Bəyənmədisə də maraqlı deyil. Çünki bura mənim şəxsi bloqumda istədiyimi paylaşıram. Şikayət edirsiniz deyə sildirirsə sildirin, maraqlı deyil. Hadi bay bay.